Bədən öləndə nə olur? Bədən öləndə deyirlər ki, bu bədən lazımsız bədəndir. Hə? Heç kimə lazım olmur. Ya bunu aparaq yandıraq, bəzi xalqlar yandırır. Ya da bastıraq bunu. Bu axı alimi idi, Einstein idi, Newton idi. İndi daha faydasızdır. Bədən ölüb. Bu istəyir, məsələn, Gandhinin cənazəsi olsun, Nehru'nun cənazəsi olsun, kim olur olsun, bu yandırılmalıdır Hindistanlılardırsa. Çünki qalsa zərərlidir bu, başqalarına xəstəliyin mənbəyinə çevriləcək. Amma görkəmli adam idi. Amma öləndən sonra bədən olur lazımsız. Ruh da belədir. Ruh öləndə lazımsız olur. İnsanlıqdan çıxır. Ruh öləndə Allah ruhda zuhur eləyə bilmir. Allah gərək qəlbdə zuhur eləsin. Allah həydir, diridir. Ölü qəlbdə zuhur eləyə bilmir. Ölü qəlbdə zuhur eləyə bilmir. Allah hansı qəlblərdə zuhur eləyir? Diri qəlblərdə. Eşitmişsiniz də, cənnətə daxil olur insanlar. Elə gözəl hədisdir bu, hədisi qudsidir. Cənnətə daxil olur, Allah qismət eləsin. Bu cəmlə, bundan da artıq insanlarla cənnətə daxil olaq. Deyir, elə ki, gəlib qərar tutdular yerlərində. Məktub gəlir, məktub hansı formada gəlir bilmirəm. Məktubun başlığı belədir. Minəl hayyil qəyyumilləzi la yəmut iləl hayyil qəyyumilləzi la yəmut. Sağ, diri, əbədi, həmişə olacaq Allahdan, diri, həmişə olacaq bəndəsinə. Yəni, heç zaman ölümsüz Allahdan ölümsüz bəndəsinə. Ondan sonra məktubun məzmunu budur. Mən nəyəsə ol deyəndə olur. Bugündən səni dilədim özüm kimi. Nəyə ol desən olacaq. Cənnət belə bir yer. Nəyə desən ol olacaq. Nəyə istəsən olacaq. Həy Allahdır, həy diri qəlblərdə zuhur eləyir bu şəkildə. Amma ölü necədir? Ola bilər bioloji baxımdan diridir, nəfəs alır, gəzir. Amma Əleyhisselam buyurur ki, fəs-surətu surətu insan vəl-qəlb qəlbu hayvan. Buyurur ki, onun üzünə baxsan adam deyərsən, ürəyinə baxsan ürəyi, qəlbi heyvan qəlbidir. Təhqir mənasında deyir, qəlbinin həqiqətidir. Cənnətə də heyvanları buraxmırlar. Buraxmırlar. Ona görə deyir, bəziləriniz qorxunc, yırtıcı heyvan surətində məhşərə gələcəksiniz.